Deməli, mən sizə belə bir ruskanın düzəldilməsini göstərəcəm, izah edəcəm. Bu ruska işığı olan ruskadır. Yəni, axşam vaxtı məsəl üçün işıq yoxdur, belə işıq salıb yaza bilərsiniz, görəcəksiniz yazdığınızı. İndi bunu necə düzəltməliyik? Bu zajiqalkanın kapsulasını, işıqlı zajiqalkanın kapsulasıdır, işığından da götürülür. Məsəl üçün, bu zajiqalkanın işıqlı zajiqalkadır. Bunun işıq kapsulasını zədələməməklə, dəmir kəsənlə, mişarla kəsib götürürsünüz. Belə bir şey alınır, belə bir şey. Bu işıqda yanır. Ondan sonra münasib bir ruska götürürsünüz. Münasib ruskanın üstündə uc hissəsinə yaxın yerdə düzgün platformla yerləyirsiniz ki, oturması üçün düz yer düzəldirsiniz. Bu işıq kapsulasının üzərinə 2 tərəf kleylə kleyləyirsiniz. Çox asan bir şeydir. Kleyləyirsiniz. Alınır, belə bir şey alınır. Bunun qapağını da istəsəniz bu formada kəsirsiniz və qapağı da oturur üstündə. Çox praktik bir şeydir.